Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyikel fərəc. Məkasib kitabından 327-ci dərsi oxuyuruq. Mövzumuz bu barədədir ki, o kitablar ki, insanları haqq və ədalətdən çıxardır, o kitabları saxlamaq, qorumaq haramdır və ümumilikdə bunlara deyirlər kutub-i zallə. Bu barədə artıq mərhum Şeyx Murtəza Ənsari neçə dəlil gətirdi və o dəlillər əsasında buyurdu ki, belə kitabları saxlamaq icazəli deyil, haramdır. Və mərhum Şeyx Tusinin Məbsud kitabında onun rəyini nəql eləyir şeyx. Yəni Şeyx Murtəza Ənsari mərhum Şeyx Tusinin Məbsud kitabında cihad bölümünün qənimət babında bir söz buyurubdu, o sözü nəql eləyir. Qalə fil məbsud fi babil qənimə minəl cihad. Buyurur mərhum Şeyx Tusi Məbsud kitabında qənimət babında cihad bölümündə buyurubdu. Yəni insanlar ki cihada gedir və qənimət əldə edirlər, o babda mərhum Şeyx Tusi buyurub. Fəin kanə fil muğnəm kutubun, buyurub, əgər o qənimətlərin içində, yəni o əldə olan qənimətlərin içində kitablar mövcud ola. Nozirə, onda baxılar o kitablara, nəzər salınır o kitablara. Fəin kanət mubahə, əgər o kitablar mubah kitablar olsa, yəni o kitabların içində batil fikirlər olmasa, mubah olsa, yəcuzu iqrarul yəd əleyha, icazəlidir ki, o kitablara əl qoyasan. Əl qoyasan, yəni onlara malik olasan. Yəni onları saxlayasan, onları satasan, onlardan istifadə edəsən. Nə kimi? Mislu kutubi tib və şeir və lüğə və mukatibat. Məsələn, tib kitabları kimi, şeir kitabları kimi, lüğət kitabları kimi və mukatibat, yəni tarix kitabları kimi, dastanlar. Belə kitablar olsa, o qənimətin içində yəcuzu iqrarul yəd əleyha, icazəlidir iqrarul yəd əleyha, yəni zahiri tərcüməsi budur ki, insan öz əlini onların üzərində qərarlaşdırsın. Yəni onlara malik olsun. Yəni onları özünkiləşdirsin. Fəcəmi'u zalik qənimətun, belə bir kitabların hamısı qənimət hesablanır. Bunlara qənimət deyərlər. Və kəzalikəl məsahif və ulumu şəriətil fiqh vəl hədis, və həmçinin əgər o qənimətlərin içində Qur'an kitabları olsa, ya şəriət fiqh kitabları olsa,
ya hədis kitabları olsa, məsələn, bizim dinimizin kitabları da olsa, yenə də onlar qənimət hesablanırlar və insan onlara malik ola bilər. Niyə? İlləti budur, səbəbi budur ki, لَأَنَّ هَذَا malun. Çünki bunlara mal deyilər. Bunlar maldılar. Yuba'u və yüştəra və bir şey ki mal hesablandı, yəni mal sidq elədi ona, o həm satılar, həm alınar. Yəni onun alveri, satmağı və almağı icazəlidir. Buyurur, əgər qənimətin içində belə bir kitablar olsa, mubah olsa, onda o kitablara malik olmaq olar. Və in kanət kutubən, əgər o qənimətin içində elə bir kitablar ola ki, la yəhillu imsakuha, həmən kitabları saxlamaq həlal olmaya, yəni mubah olmaya. Məsələn, nə kimi? Kal kufr. Məsələn, o kitabların içində mətləblər, məqsədlər küfr ola, insanlara haqq və ədalətdən çıxarda. Və zindiqə, kufr, zindiq, elə demək olar ki, bir məna daşıyır. Düzdür, fərqləri var. Zindiq əslində bəziləri deyiblər, fars sözüdür, mərhum şeyx burada işlədibdir, işimiz yoxdur. Yəni, batil fikirlər ola o kitabda. Və ma əşbəhə zalik, ya bunlara oxşar mətləblər, fikirlər ola. Fə kullu zalikə la yəcuzu bey'u, belə olduğu təqdirdə bu kitabların heç birini satmaq icazəli deyil. Fə in kanə yüntəfəu bi'av'iyyətihi, buyurur, əgər bu kitabların cildlərindən, o ki cildləniblər, o cildlərindən mənfəət aparmaq mümkün olsa, məsələn, fərz elə kitabların cildləri dəridir və o dərilərə su vursan, yusan, onlar paklanarlar. Onda o dərilərdən istifadə eləmək olar. O dərilər əgər yuyulsa, bunlardan mənfəət aparmaq olsa, bəli, onlardan istifadə eləmək olar. Kəl kağız, məsələn, kağız kimi. Necə kağızdan mənfəət aparılır, onlardan da mənfəət aparmaq olar. Yox, əgər fərz elək cildlərindən istifadə eləmək olmur, onda fə innəha tumazzəq və la tuhrəq. O kitablar vərəqlənərlər, tumazzəq yəni vərəqlənərlər və la tuhrəq və lakin yandırılmazlar, yəni tələf olunmazlar. Bu kitabların vərəqləyəndən sonra onlardan istifadə eləmək olar. Məsələn, bizdə əvvəl indi də eləyirlər. Görürsən, bir kitabdır, onun vərəqləyirlər, ondan istifadə eləyirlər, ona simişqa tökürlər, ona yumurtanı bükürlər. Yəni, istifadə olunur o kağızlardan. Bunları da eyni zamanda vərəqləyərlər, vərəqlərindən istifadə eləyərlər. İzma min kağızin İlla və ləhu qiymə. Çünki elə bir kağız yoxdur ki, onun qiyməti olmasın.
Yəni kitab şəklində qiyməti olmaz, çünki batil fikirlərdir. Amma onu ki vərəqlədilər, kağız kimi elədilər, onda hər nə olsa onun qiyməti var. Yəni ondan mənfəət aparılır. Və hukmu Tevriyyə vəl İncil hakaza kəl kağız və o Tövrat, o İncil ki münhərif olunubdur. Onlar ki münhərif olunubdur. Onlar da kağız kimidir. Fəinnəhu yumazzəq. Onlar kağız paralanarlar, vərəqlənərlər və onlardan istifadə olunar. Lənnəhu kitabun muğayyərun mubaddəlun. Çünki bunlar kitabdılar və sonradan dəyişiliblər, bədəl olunublar, əvəz olunublar. Bəs deməli, kitab şəklində istifadə olunmasa da digər faydalar aparmaq olar. Ona görə də mərhum şeyx buyurub, bunları vərəqləyərlər, vərəqləyəndən sonra artıq bunlar mənfəət verəcəklər. Kitab şəklində də mənfəət verməsələr, amma vərəqləyəndə o vərəqlərdən istifadə olunar. Görürsən, indi də o simiçkə satanlar qabaqlarında bir kitab qoyurlar və hər dəfə o kitabdan bir vərəq cırırlar, simiçkə tökürlər və satırlar. Deməli, belə mənfəətlər aparmaq olar. Vacib deyil ki, onları yandırasan və onları məhv edəsən. Bu, mərhum Şeyx Tusinin Məbsudda söylədiyi sözdür ki, mərhum Şeyx Ənsari bunu nəql elədi. İndi bu bəhsdə ikinci məsələyə keçərik və inşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.